Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş gördük. Yılmaz Azərbaycanımızı bütün qüdrətdə yaşayan qardaşları salamlayıram. Değerli izleyicilerimiz, bugün 4 aprel 2025-ci. Bu arada Qoyunquzu bazarına çəkilişimizə başlamışıq. YouTube kanallarımıza abone olup like vermeyi unutmayın. Bir de Yevlağın mal binasında videolar olacak, bakarsınız. Çek ya burada dur, ben çekim yaparım o yetkilersen. Gel suyunu al ya. Suyunu al ya. Bu kuzular neçə değil? Bunlar alıp var. Bu dıvırın neçəyə deyirsən? Arap da ha? Bu balalı koyunlar səndir. Görəm bunlar neçəyə deyirlər? Topa değil 250'den bir adam. 250'den. Bunlar balalıdır. Neçə deyirsiniz bunları? Pazar olsun. Ay müəllim, onlar necə deyirsən? Hansılar? Deyə balalıları. Balaları 1100'den mi? 1100'e minə. Ama sortu da çoxdur da qardaş. Biri ekizdir, biri ya. Biri ekizdir. Minə yəqin təkcə 1100'e olan ekizdir ha? Neçənci qarındır? Biri 2'li, biri 3. Allah xeyirli bazar versin. Hem de yol göstermiyor. Neçə deyirlər bunları balalıları? Valla 5 milyon ola değil. 4'den bana değil. Milyon olur. Ümumiyyətlə bazarda alıcılıq nə tərəf? Neçənci qarındır bunlar? O 4'tü. Bunları bilmiyorum. O 4'dür ha? Ha, o 4'tü. Onlar Ümumiyyətlə balalı heyvan ətdən kəsik olur. Bazarın olsun. Ne var ne yok? Neçənci qarındır bu heyvanların? birinci, ikinci. 1-2. Yəqin ki yetiyorlar. Qiymətləri neçə iləndir? Böyle 1500. 1520 milyon. Və tək neçədir? Tek değişen. Allah pazar versin. Neçə deyirsən bunları? Onlar kapalı çeşitli. Ara heyvandır. Akçabatı rayonunun yukarı yamadını. Akçabatı rayonunun qiyamətini, yuxarı qiyamətini kər. Hamısı kişidir ha? Hamısı dişidə, hamısı da damazdır. Bunlar hala 1-2 aydan sonra mayalanar yəqin ki. Yoksa
Beləsələr mayalılar amma hamısı Birinci qarına, hə? hamısı xeyirli birinci. Allah xeyirli bazar versin. Sağ ol. Ümumiyyətlə alıcılıq nətərdir bazarda? Yolculuk da belə də yoxdur. Balalı sənin. Bu neçə deyirsən? Onu 530 manat. 530. Qaqa balaları neçə deyirsən? Neçənci qarındır? Biri 3, biri 4. Allah xeyir versin. Sattın? Allah xeyir versin. Gerçeği var mı onun içinde? Sattılar bunu. Bugünlük Bərdə bazarından bu qədər. YouTube kanallarımıza abunə olub like verməyi unutmayın. Yevlağın mal qınasında gözəl bir sürü satılır. Kim istəsə əlaqə saxlasın bizlə. 050 571 71 57. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bu gün ayın 3-ü, aprel ayının 3-ü. 2024-cü il 4-cü ay. Bax belə 500 baş sürü satılır gözəl qardaşlar. Mal heyvandır, Hyundai'dır, Kia'dır, Niva'dır, 06, 07 maşınla da barter olunur. Qiymətləri isə belə kom 380 ilə, amma istər qiyməti baha. Bəli, çox şəkildə o qiymətə verərik, amma kesinliklə o qiymət deyil. Hədə yəni ola bilər ki, 2 dənəsini alar, biri Yox, ikisini yox, ya fərlisini bizim alanın da ayrı qiymətlər verir. Qardaşın səsi burada tutuyor, sonra zəng vuranında dərsiz verir. kom İstəyirsə qardaş, o heyvandır, şəxsi heyvandır. 400 baş şəkdir. Buyurun baxın. Hamısı var. Biri-birindən gözəl. Buyurub baxa bilərsiniz. Bugün aprelin də 3-ü 2025-ci il 4-cü ay. Hal-hazırda görürsünüz. Əlaqə nömrəsi də ki orada var. 050 571 71 57 ilə WhatsApp-ın əlaqə saxlayın. Mən sizə deyəcəm. Belə kom şəkildə 380 manat. Kom. Amma belə hissə qardaş, qiyməti başqadır. Ünvanımız Yevlax rayon Malbina kəndindədir. Buyurub baxa bilərsiniz hamısına. Xoşalıq olsun. Hələsi bildirmədir, hələsi. Baxın. Heyvanlar həqiqətən gözəl. Bax deyirik. Arxadan da çəkirik ki, yəni gözəl qardaşlar. Maldan da barter edirlər, erkək danadan da barter edirlər, balalı maldan da barter edirlər, maşınla da barter olunur.
Maşın Hyundai Hyundai, Kia'dır. Kia Yani olsun, başka modeller yok. Mercedes olsun, Hyundai olsun, Kia olsun. 06-07'lər necə? 06-07 dolar, problem değil, zararı yok. Hamısı boğa şey var. Kardeş deməli bu kişi bu qoyunu bir sürünü bir qiymətə küm şəklində satır. Getməz istəsəniz 5 başı yaban içindən almaq. Hamısı bir-birindən gözəldir. Üstünü də şey satmır olarsa, onu da inşallah qiymət danışıb razılaşarıq. İnşallah. Bir də kim alsa gəl onu da danışarıq. Kardeş, Lexus da olsa olar. Yak sürünə bilərsən. Range Rover, Lexus, ne olsa ağzı maşınlardan. Dizel olsa yapacaksın. Dizellə Dizel olsa yapacaksın. gözəl. Hamısı göz qabağına da bak görürəm. Bak, mənim heyvanımın qadı 350'si birinci, ikinci qardaşdır. 350'si. Kişinin heyvanına söz yox. Haqqı yoxdur. Maşallah. Hərəsi bir danadır. Deməli qardaş, sürü budur hamısına satılır. Kimə nə qədər lazımsa gəlib ala bilər. Allah özü hər kim altına qoyur. Amin. Nədir? O yerdə para dağı. Asıl dağ üçün. Görən Kəlbəcərə getsə effekt verərmi? Niye vermir kardeş? Bir işin kəlbətlərdə olmuşlar. Geçen il daş kəsəmli olmuşlar. Elə mi? Bəli. Allah xeyir versin. Videonu yekunlaşdırırıq burada var. YouTube kanallarımıza abunə olub like verməyi də unutmayın. Açmayıb saçaq içsin bax. Salam dəyərli izləyicilər, hər birinizin sabahınız xeyir, hər birinizi xoş gördük. Bugün aprel ayının 2-si, 4-cü ay 2025-ci il. Yevlağın mal binəsində 400 baş bax belə bir sürü var. Çəkilişinə başlamışıq. Arkadan amına bak. Durma. Gördüyünüz kimi, gözəl qardaşlar. Buyurub baxa bilərsiniz. Şey. Hər Burada tərəfdən buz işi var. quzu dişi var. Özü içi yiyor. O da boğaz. Qiymətləri gözəl qardaşlar. Belə kom. Kom vəziyyətdə 380 manat, amma seçmə üzrə qiyməti dəyişəcək. 400 baş sürüdür. Bizdən 4-cü qarına kimi heyvanlardır. Yəni burada hal-hazırda gördüyünüz kimi sürü satılır. Hayvanlar bak. Qızılkərə. Bunun yerinləmişi var. Bu da göstərək də. Qoy baxsınlar gözəl qardaşlar. Baba. Koy. Baba yeti. Öyle görüşür. Görüyümə baxı. Ara bilir. Ha yeti. Yetik. Özü şey. Şey. Hal-hazırda gözəl qardaşlar. 400 baş sürüdür. Bu ne? Arkadan amına bakayım yeti. Nə qədər vaxta doğar? Bu hardasa 10 güne hazır. 10 günə doğar. Özü yeti. Qiymətləri belə gözəl qardaşlar. Kom 380 ilə kom vəziyyətdə. Amma seçmə olsa qiymətlər dəyişəcək. Baba. Şey. Çiçəkdir. Şey.
Əlbəttə elə belə heyvanlar. Bunun neçə dənəsi balalısı varmı? Hə. Neçə dənəsi? Hadi, 13 dənəsi balalı. İçəridədir. Aha, 13 dənəsi balalı. 250'si tam şişe, öyle yetik. 250'si xam şişəkdir, yetikdir. Deyib o şişe. Gözəl qaqamıza da baxın. Allah canını sağ eləsin. Xahiş edirəm. Öyle tam şişe. Videomuza baxan qardaşlar. Hadi tam şişe. Olmaz. Hansı? Deyib o. Bu. Ah diyor bu. Bak biraz. Bak. Xam şişəkdir. Böyle çok. Şişe. Hadi. $400 baş sürüdür. Əlaqə nömrə 050 571 71 57. WhatsApp-ı da var. Yazın. Bir də ki, malla, maşınla barter olunur. Gözəl qardaşlar, gözəl insanlar. Hal-hazırda Hadi buna bakın. Aa. Bu da şişe. şəhid. İyi 400. bak bunlara bak. Maşallah olsun, gözəldir. 400 baş sürüdür. Maşınla, malla barter var. Maşın Kia, Hyundai. Bax belə maşınlar. 06, 07, Niva. Belə yəni kim istəsə, istə də ala bilər. Qiymətləri dəyişir də elə bil onda. 1-in, 5-in, 10-un, 20-sin, 50-sin, 100-ün. 400 baş şişəkdir. Yəni hamısı şişək deyil də, yəni birdən 4-ə kimi var içində. Yəni mən burada durum deyim, bunun hamısı ikinci qarındır, birinci qarındır. Yəni videomuza baxan insanlar hamısı bizdən yaxşı bilir. Ən çox da heyvan saxlayanlar. Bakın öyle bir sen çok boş. Qoçu var bunun içində. Hansıdır qoçları? Bir bak. Bir yaşlı yok. Bir yaşı yoxdur hələ, toxludur. Neçə dənə qoçu var? 2 tane. 2 dənə qoçu var içində. Böyle şişe. Onun özü də şişəkdir. Her böyle 3 tane kuzusu var. 3 dənə quzu dişi var. Böyle hayvanlar. Nə qədər vaxt o baladan çıxar? Zaten 20 güne yana bir ay. 20 günə ya bir aya. Bir də balalı heyvanlar var. İndi ona da adını çəkəcəm, baxarsınız. Gözəl qardaşlar. Hal-hazırda gördüyünüz kimi maşınla, malla, dana ilə barter olunur. Kim istəyir əlaqə saxlasın birbaşa. Belə yəni ağlının içində çəkilir ki, baxanda rahat şəkildə özünüz baxıb qiymətini verəsiniz. $400 baş şişəkdir. $400 başdır heyvan. Kim neçəsini istəsə
Eriş qardaşın orada əlaqə nömrəsini qeyd edib, birbaşa özü ilə əlaqə saxlayarsınız. Salam dəyərli izləyicilər, hər birinizin hər vaxtınız xeyir, hər birinizi xoş gördük. Bax belə 15 baş balalı qoyun var. Quzuları da ki görürsünüz. Qiymətləri də ki münasib. Bax gözəl qardaşlar. 15 başdır. Quzuları da ki göz qabağındadır. Baxın quzularına. 470 manata. Balalılar. 15 tane balalı koyun. 15 koyun 15. 15 koyun 15 kuzu. 470 manatdır. Baxın. Quzulara baxın. Baxın quzularına. Baxın quzularına. 15 dənədir. Nol 50 571 71 57 ilə əlaqə saxlayın.